dostlar, bir gün biz sizlərlə dərs vloqu eləyəcəyik. Namazovdan test 7-ni eləyəcəyik. Bu səhifəni. Ona qədərdir. Öncədən sizə xoş izləmələr eləyirəm ki, xoş izləmələr eləyirəm. Hazırsınızsa dərsə başlayaq. Onda gəlin. Başlamadan əvvəl bismillah deyirəm. İndi isə başlaya bilərəm artıq. Bu test 7 nədir? 3 ədədlərin müqayisəsi və sıralama. Bugünkü izahımız ədədlər və ədədlərin müqayisə və sıralama testindən keçəcək. Test burada 7-dir, biz 7-dəyik. Səhifədə 9-dur. İndi keçək birinci suala. 1. A bərabərdir 352, B bərabərdir 408, C bərabərdir 325 olarsa, aşağıdakılardan, müqayisələrdən hansı doğru deyil? Uşaqlar, indi bizə burada A-nın qiyməti deyir 352-dir. Deyir ki, burada hansı doğru deyil də deyir. Baxın, indi 352. Burada indi bunları cavabları baxaq. Bu A variantı 352-dir. Yazırıq 352. C variantı da gördüyünüz 325-dir. Uşaqlar, burada səhv dedim, bu C variant deyil. Bu C dedim də soruşayım. Bu uşaqlar 325-in ədədidir. Burada 325. Burada da bu işarəni qoyuruq. 300 yəni ki 325 352-dən kiçikdir demək istəyir burada. Bu doğrudur. B varianta baxaq. C 325 idi. Böyükdür C B-dən. Yəni ki 408-dən demək istəyir. Bu amma yanlışdır uşaqlar. Çünki 325 408-dən böyük ola bilməz. 408 325-dən böyük ola bilər. 325 isə 408-dən kiçik ola bilər. Onun üçün bu işarəni bu tərəfə qoymaq lazımdır. Burada səhv olub. İndi keçək B-yə, C-yə. Bu burada həminki kimi 408-dir. Bu işarəti qoyub. Bir də A variant, A-da 325 idi. Bu doğrudur. Çünki 325, 352 uşaqlar çaşdım. 352 olması lazım. 352. Bu doğrudur təbii ki. 408 352-dən böyükdür. Amma burada səhv olan variantımız B variantıydı. Burada B variantı oldu. İndi keçirik ikinci suala. Boş xanaya hansı rəqəmlər yazılsa 6 boşluq 5 işarət, müqayisə işarəsi 647. Burada elə olmalıdır ki, uşaqlar, bu 600 neçəsə 647-dən kiçik olmalı. Kiçik olmalıdır. Burada hansı ədədlər qoya bilərik? Uşaqlar, buraya qoymaq lazımdır. Bu variantlardan baxırıq. Hansı uyğun gəlir? İlk A variantı test edirik. Baxaq görək, doğrudurmu? Bura 2 qoysaq, uşaqlar, 600. Uşaqlar, burada 2-ni qoysaq 625 eləyir. 3-ü qoysaq 635 eləyir. 4-ü qoysaq 645 eləyir. 4-ü qoysaq 645 eləyir. Amma burada 5-i qoysaq 655 olur. Onun üçündəki bu variant deyil. Uşaqlar, yenə burada biri qoya bilirik. Bu biri qoyulur. 2 də olur. 3 də olur. Uşaqlar, 4 də olurdu. Ancaq ki 5 olmur yenə də. 5-i qoysaq çünki 55 olur.
İndi keçirik C varianta. C-də 0 qoymaq olur, 1-i qoymaq olur, 2-ni qoymaq olur, 3-ü qoymaq olur, 4-ü də qoymaq olur uşaqlar. Onun içindəki budur variantımız. Burada həm 0 olur, 1 olur, 2 olur, 3 və 4 olur. Keçirik onda 3-ə. 25, 31, 29, 28, 50, 24 ədədlərindən neçəsi 37 üstə gəl B müqayisə işarəsi 67. Uşaqlar burada deyir ki bizə, baxın, məsəl üçün gələk ilk 37-nin üstünə 25-i gələk. Üstə 20, 37 üstə 25. Gələk. 7 2 gəldi uşaqlar 12 eləyir. 2-ni yazırıq. Burada 1 yadda olur. 3 üstə də 2, 5 var idi, 5 idi. 1 yaddamızda var idi, 6 olur 62. Bura 62 qoysaq, bu böyük olur ondan. Ondan sonra bu ola bilir. Bizdən hissəsini soruşur. Görək. 37 üstünə 31 gələndə. 7 üstə 1 olur 8, 3 üstə də 3, 68. Bu 67, onda bu düzgün variant olmur. Gərək ki 68 böyük olsun. Bu səhvdir. İndi keçək 29-a. 37 üstə 29. 7 üstə 9 gələndə 16 eləyir. 6 yazırıq 1 yadda, 3 üstə 2. 5 var idi, 1 yaddaydı da 6. Bunu da qoya bilirik. 29-da qoya bilirik. Onda 67 66-dan böyük olur. 66-dan böyük olur. Bu da olur uşaqlar. Yəni keçək bu 28-də. 37 üstə gəl 28. 7 üstə 8 gələndə 15 eləyir. 5-i yazırıq 1 yadda. 3 üstə də 2, 5. Bir də yadda var idi 65. Bu da olur. Keçirik 50. 37 üstə 50. 7 üstə 0 gələndə uşaqlar 7 eləyir. 3 üstə də 5, 87 eləyir. Bu 67-dən də daha da böyük olur. Onun üçün bu da deyir. 24-ü denəyək. 7 üstə 4 gələndə 11, 1 yazırıq 1 yadda, 3 üstə də 1 var idi, 5 idi, 1 yadda idi, 6. 61. Bu da olur uşaqlar. İndi bu elədiklərimizi sayacağıq. Hansı neçəsi müqayisəni ödəyir, onu sayırıq. Görək. 1, 2, 3, 4. 4 dənəsi balaca. Uşaqlar 4-cü sualdaydıq. İndi oxuyaq. Ədəd oxu üzərində A və B-yə yaxın ədədləri müqayisə hansı bəndə doğru verilib. 290 neçədən artıb ki 320 olub. Burada 320-ni 290-dan çıxanda 1, 2, 30 qalır. Burada 290-dan üstünə 30 verib ki 320 olur. İndi sizlərlə 320-ni üstünə 30 gəlir. 350 eləyir. 350. Ondan sonra burada 350 üstünə də şey gəldi. 350 üstünə 30 gələndə 380 eləyir. 380 üstünə 30 gələndə 410 eləyir. 410 üstünə də ki 30 gələndə 440 eləyir. Bizdən istəyir ki, burada A və B-yə uyğun ədədlərin müqayisə bəndə hansı doğru verilib. İndi A 350 idi, B də 440 idi. Yəni bu doğrusu olması lazımdır. 350 böyük kiçikdir 440-dan. Budur variant. Burada 380 kiçikdir 400-dən zaddan deyil. Bu uşaqlar 5-də idi. 2, 6, 8 rəqəmlərindən bir dəfə istifadə etməklə yazılan ən kiçik 3 rəqəmli ədədlə ən böyük 3 rəqəmli ədədin müqayisə hansı bəndə doğru verilib. 2, 6, 8-dən bir dəfə istifadə etməyə ən kiçik 3 rəqəmli düzəltməliyik.
ədədlə ən böyük 3 rəqəmli ədədin. Ən böyük 3 rəqəmli ədədimiz uşaqlar biz burada ən kiçiyi eləyirik. Burada ən kiçiyi 268 olur. Ən böyüyü isə 862 olur. Burada variantlardan baxaq. Deyək ki, bunu indi 862 ilə 268-in müqayisə eləməliyik. Gəlin eləyək. Baxaq, burada 268 deyil burada. Bu düzdür, 268-dir, kiçik rəqəmimiz. Ancaq burada 628 böyük rəqəmimiz deyil. İndi keçirik B-yə. Bu doğru deyil, yəni. İndi keçirik B-yə. B-də 286 kiçikdir 826-dan. Bu da doğru deyil. Çünki bizim ən kiçik 3 rəqəmli ədədimiz 268-dir və ən böyük 3 rəqəmli ədədimiz də 862-dir. Onun üçün bu da doğru deyil. İndi keçirik C-yə. C-də deyil ki, 268 kiçikdir 862-dən. Bu isə doğrudur. Həm kiçik ədədimiz, ən kiçik 3 rəqəmli ədədimiz 268-dir və ən böyük ədəd 3 rəqəmli ədədimiz isə 862-dir. Onun üçün bu doğru variantdır. 5-də qalmışıq, 6-da qalmışdıq uşaqlar. Gəlin davam edək. 512 kiçikdir, boşluq, kiçikdir 545 sıralamasında. Boşluğun yerinə aşağıdakı ədədlərdən hansı yazıla bilməz? Bilməz deyil uşaqlar. Burada 525-i qoya bilərik. Çünki 512 525-dən kiçikdir. Burada 535 ilə qoya bilərik uşaqlar. Çünki 512 535-dən kiçikdir. Amma burada 512-ni qoya bilmərik. Çünki 512 bərabərdir bir-birinə. Onun üçün bunu qoya bilmərik. 7. Artıq 25 kiçikdir 73 müqayisəsində A-nın yerinə yazılacaq ən böyük ədədlə 95-in müqayisəsi hansı bənddə doğru verilib? Uşaqlar, indi buradan 97-dən 25-i çıxacağıq. Tapaq görək, 97 çıx 25. 7-dən 5 çıxanda uşaqlar 2 eləyir. Burada 9-dan da 2 çıxanda 7. Bu 72 olur. Bura 72 yazsaq, bura doğru olur. Çünki 72 kiçikdir 73-dən. İndi burada 93 deyək. 93 çıx 25. 13-dən 5-i çıxırıq. Olur. 13-dən 5 çıxanda 13-dən 5 çıxanda 8 eləyir. Burada da bir dənə yadda var idi. O da olur 8. 8-dən də 2 çıxanda 8-dən də 2 çıxanda 6 eləyir. 68 olur. Bu da doğru variantdır. İndi burada 99-dan çıx 95 nə idi? 25. 9-dan 5-i çıxırıq, olur 4. 9-dan da 2 çıxırıq, olur 7. Bu 74 olur. Bu səhv variantdır. Burada bizdən soruşur ki, A-nı yerə yazdıq. Ən böyük 95-in müqayisəsi hansı doğru variantda verilir? Burada içində ən böyük olan 72-dir. Doğru variant olması üçün, doğru müqayisə olması üçün 72 böyükdür. 74-ü niyə seçmədik uşaqlar? Çünki 72 müqayisəsi 74 73-dən böyük olduğu üçün. Ona görə də ki, biz burada 72-ni seçməliyik qarıq. Bu da 72-də hansı variant idi? 97. Birinci variant. 8. Boş xanalara hansı rəqəmlər yazılsa,
boşluq 30 böyükdür 9. Boşluq 1 böyükdür 92. Boşluq sıralaması doğru olar. İndi uşaqlar biz bura 9 qoya bilərik. Onun üçün 9 yazdıq. Bura isə 3-dən başlaya bilir. 1 qoya bilmərik, 2 də qoya bilmərik, ancaq 3 qoya bilərik. 3-dən də sonra davam edəcək. 3, 4, 5, baxın, yazaq 3, 4, 5, 6, 7, 8, 9, 10. Uşağı burasını təzdən girəm. Burada 3 olur. 4, 5, 6, 7, 8, 9. İndi burada 92 yazılır. Bu 92 değil. Buna 9. Gözüm bu 9'u silək. Burada uşaqlar şey qoyacağıq. Bura uşaqlar 0 da qoya bilirik, 1 də qoya bilirik, 2 də qoya bilirik, 3 də, 4 də, 5 də, 9 da qoya bilirik burada. Baxın. 0 da, 1 də, 2 də, 3 də, 4 də, 5 də, 6 da, 7 də, 8 də, 9 da qoya bilirik. Gözdə uç baxışda. Yaxşı olmadı. 3 də, 4 də, 5'də, 6'da, 7'də, 8'də, 9'da. İndi keçək 9'a. Dairədəki ədədi verilmiş digər ədədlərin hər biri 430 ilə müqayisə edin. İndi uşaqlar baxın, burada biz məsəl üçün 430'u yazaq. 510 ilə müqayisə edəcəyik. Burada hansı böyüdü? Burada təbii ki 510 böyüdü. 430. Ay. Neyse. Burada 425'i eləyək görək. Burada 430 olur. Böyük. Burada 430. 370 eləyək. Yox, 73 olmuş. Burada 373 böyük, yox, 430 böyük olur. İndi buradan yazaq. 440. Yox, 430 olur. 430. 430. Hmm. 555 eləyək. Burada 555 olur. Böyük. İndi 430 yazaq. Bax, hansı qaldı? 510. 510, 525. 440 eləməmişəm. 440 eləyək. Burada 440. Burada 440 böyle olur. İndi keçirik 10-cu sual. 10. 373 kiçikdir. Boşluq kiçikdir. 399 kiçikdir. 415 kiçikdir. Boşluq kiçikdir. 450. Sıralamasında dairənin yerinə yazılan ən kiçik, ulduzun yerinə isə yazılan ən böyük ədədi müəyyən edin. Uşaqlar, indi burada 374 kiçik, bundan nə tərif eləyə bilərik? Baxın, indi bunu ən kiçik eləməliyik.
ki, qoy düz olsun. Bu 300, ən az da bir də artıra bilərik bunu. 374 olur. 374. Burada 399 kiçikdir. İndi bunu keçək də. 415 kiçikdir, ulduzdan deyil. İndi bunu ən azı 50-dən kiçik olması lazım. Burada da 449 qoya bilərik. 49. Müəyyən edin deyir. Burada da 449. Burada 449 böyle olur. Uşaqlar, bugünkü dərs işləmə vlogumuz bu qədərdir. İnşallah ki, qulaq asmısınız, yaxşı biləsiniz. Əgər ki, kiminsə kəsi sınıf varsa, yəni qulaq asıb məndən baxa bilərsiniz. Ancaq bu 3-cü sinifdir uşaqlar, yəni. Sağ olun, öpürəm sizi. Çox bəyənlər gözləyirəm sizdən. Öpürəm. Çox izahlı dərslər gözləyirəm sizdən də. Sağ olun, öpürəm.